Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Rusiyada səfərdədir. Bir qədər sonra Ceyhun Bayramovun Moskvada Rusiyalı həmkarı Sergey Lavrovla görüşü olacaq. Ardınca isə nazirlərin birgə mətbuat konfransının keçirilməsi gözlənilir. Görüş barədə daha ətraflı məlumatı bizə İTV Xəbərin Rusiya müxbiri Fərid Əkbərov çatdıracaq. Danışıqlarda iki tərəfli münasibətlərin inkişafı, məsələləri regional və beynəlxalq gündəmdə olan aktual məsələlərin müzakirə olunacağı açıqlanıb. Qeyd edək ki, bu Azal təyyarəsinin Grozny səmasında vurulmasından sonra Azərbaycan Xarici İşlər Nazirinin Rusiya ilk səfəridir. Rusiya Xarici İşlər Nazirliyi iyulun 16-sında Azərbaycan Xarici İşlər Nazirinin səfəri ilə əlaqədar iki tərəfli münasibətlərin vəziyyəti ilə bağlı qısa icmal bəyanat yayımlayıb. Həmin bəyanatda Azərbaycanın Rusiyanın Cənubi Qafqaz və Xəzər regionunda mühüm tərəfdaşı olduğu bildirilib. Qeyd olunub ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər ənənəvi dostluq və mehriban qonşuluq ruhunda durmadan inkişaf edir. İki ölkə arasında əməkdaşlıq, bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarını nəzərə almaq prinsipləri üzərində qurulub. Rusiya və Azərbaycan arasında 150-dən çox beynəlxalq hüquqi sənədin imzalandığı bildirilib. Rusiya tərəfinin 22 fevral 2022-ci ildə Moskvada imzalanmış Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin potensialını tam şəkildə həyata keçirməyə sadiq olduğu, Moskva və Bakının ali və ən yüksək səviyyələrdə müntəzəm və etibarlı dialoq apardığı vurğulanıb. Bəyanatda həmçinin Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə də toxunulub. Rusiya üçün Cənubi Qafqazda sülh və sabitliyin vacib olduğu qeyd olunub. Rusiyanın Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşdırılmasında, o cümlədən sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılmasında tələb olunan köməyi göstərməyə hazır olduğu açıqlanıb. Rəsmi Moskvanın Ceyhun Bayramovun səfərinə etibarlı Rusiya-Azərbaycan siyasi dialoqunun davam etdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi kontekstində baxıldığı qeyd olunub. Lavrov-Bayramov danışıqlarının Bakı vaxtı ilə saat 13-də başlayacağı bildirilib. Nazirlər əvvəl təkbətək, sonra iki tərəfli danışıqlar aparacaqlar. İki tərəfli danışıqların yekunu ilə bağlı Azərbaycan və Rusiya Xarici İşlər Nazirlərinin birgə mətbuat konfransı keçirəcəyi də planlaşdırılır.